deyirlər ki, o gezən ayağa daş deyər. Bu sözün mənası biraz dərindir. Yəni söhbət birbaşa o daşdan getmir, hansı ki bizim ayağımıza deyə bilər gedəndə. Yəni gezən adam görür, eşidir, söz suraqlı olur. Başa düşürsünüz? Yəni söhbət ondan gedir. Mən də demək olar ki, hələ həmişə piyada gedirəm də. Yəni nəqliyyat vasitəsini çox belə nadir hallarda istifadə edirəm. Ancaq bazar, dükana ya da ki uşaqları harasa aparanda, ailə üzvlərini harasa aparanda. Onu nəzərə alsaq ki, çox zaman mən çox tez çıxıram, yəni səhər saatlarında. Bir də görürsünüz ki, bəzi o gecədən qalmış biədəbliklər var. Çox təəssüf ki, rastıma çıxır. Xüsusən ki, bu mərkəzlə getmirəm. Görürəm ki, bu gecə klublarından o səhərə qalanlar var. Yəni, onlar nə hoqqadan çıxırlar. Hələ bugün də həmən gündən biri idi. Daha doğrusu gün hələ davam eləyir, hələ başlamaq istəyir. Gedəndə gördüm ki, bir gecə klubların birinin qapısı açılır və bir cavan, bir gənc bir qadın, qız çalışır oradan qaçsın. 2 nəfər də arxa tərəfdən tuturlar onu. Yəni görünür ki, zorakılıq tətbiq edirlər ona və belə boğucu şəkildə çalışırlar onu yenidən içəri salsınlar. Sözsüz ki, yəni qadın bu 2 dənə kişi ilə bacara bilməz. Başa düşürsünüz də. Yəni belə hallar görəndə açığı deyim sizə, mən biganə qala bilmirəm. Yəni birdən o qısa bir müddətdə kiminsə taleyi həll oluna bilər. Yəni kimsə hətta öldürülə bilər, ya ağır xəsarətlər ala bilər. Yəni mən çağırıram elə vətəndaşları da ki, hamınız ayıq-sayıq olun elə məsələlərə. Yəni sizdən tələb olunmur ki, özünüz atasız özünüzü ortaya neysə edəsiz, bir geroyluq edəsiz, qəhrəmanlıq edəsiz. Əksinə, belə hallar heç bir halda eləmək olmaz. Çünki bunun nəticəsi çox pis qutara bilər, hələ sizin özünüz üçün. Yəni özünüz başa düşürsünüz də, yəni fərri adam gecə klubunda bu saata kimi söhbət belə gecə klubdan getmir, belə başa düşdünüz də, yəni doğru dildə desəm cındırxanadan gedir. Başa düşdünüz? Yəni sizi vurarlar, həsarət yetirərlər, bıçaqlayarlar, Allah eləməsin. Ona görə özünüz heç vaxt qarışmayın. Amma bunun üçün polis var. Zəng edirsiniz 102-yə və məlumatı verirsiniz. Yəni biganə qalmayın, çəkinməyin. Belə hallar görəndə məlumat verin. Bəlkə kiminsə həyatını xilas edərsiniz, xilas etmiş olarsınız. Bu da ki, çox böyük bir savabdır. Qəlbdən qəlbə bu qədər.